Salam. Demək, əksər adamların səhv yazdığı test izah eləyəcəm sizin üçün bu gün. Deyir, mandat sisteminə görə İngiltərənin nəzarətində qalan ölkə. Və biz bilirik ki, Birinci Dünya müharibəsinin sonunda Versal sistemi, Versalda konfrans çağırıldı. Versal sülh konfransı deyilir. Burada məğlub ölkələrin, məsələn, Almaniyanın və Osmanlının mülkləri qəyyumluq adı altında, nə bilim, bu əslində ərazi əldə etmək idi. Güya ki, sonradan azadlıq veriləcəkdi onlara. Yəni bu bir növ himayə götürmək adı ilə mandat sistemi yaradıldı. Yəni bu deməkdir ki, bu torpaqlar artıq İngiltərənin, Fransanın, sadə dildə desək, qalib ölkələrin əlinə keçdi. İngiltərənin əlində qalan ölkəni soruşur. Bura görə İngiltərənin əlində qalmışdı İraq və Misir. İndi burada Misir yoxdur. Biz buradan İraqı tapmalıyıq. İraq 2-dir. 2. Bəli. Amma Fransaya verilən 1-dir. Mən sizə Fransanı işarə eləməyəcəm çaşqınlıq düşməsin deyə. Yəni bizim cavabımızın, testimizin cavabı 2-dir. Deməli İngiltərənin nəzarətində qalan ərazi İraq və Misir idi. İndi Misir yoxdur deyə mən sizə Misiri göstərə bilməyəcəm. Burada 1 olan ərazi isə Fransanındır, 1 Suriyanındır. Yəni cavabımızın cavabı İngiltərənin nəzarətində qalan, mandatında qalan ölkə İraq 2.